Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün mən sizə 29 mart 2026-cı il tarixində Edi Kompaniya Təhsil Şirkətinə keçirilmiş mövzu sınağı 2-nin informatika üzrə olan suallarının izahını verəcəm. Vaxt itirmədən keçək suallarımızın izahına. Deməli, 21-ci sualımız say sistemi ilə bağlı bir sualdır. Burada qeyd olunur ki, onluq say sistemi verilmiş cəmin 16-lıq say sistemində təsviri hansıdır? Deməli, bu tip suallarda biz adətən onluq say sistemində bizə verilmiş üçün qüvvətləri formasında yazılmış ədədləri ilk olaraq ikilik say sisteminə keçirməyimiz daha məqsədə uyğundur. Biz də çox yaxşı bilirik ki, əgər bizə ikin qüvvətlərin cəmi şəklində onluq ədədlər verilibsə, bunları ikilik say sisteminə keçirmək üçün qüvvətlərin hansı iştirak edirsə yerinə 1, iştirak etmirsə yerinə 0 yazmağımız kifayətdir. Məsəl üçün, bu misala bunu tətbiq etsək, 2 üstü 10 ədədi iştirak etdiyinə görə yerinə 1, yerdə qalan 9 yoxdur, 8 yoxdur, 7 iştirak edib 1, 6 iştirak edib 1, 5 yoxdur, deməli 4 yoxdur, 3 iştirak edib 1, 2 yoxdur, 1 yoxdur və nəhayət 0 yoxdur. Bu tip suallarda adətən biz bəzi səhvlər edirik. Bu səhvlərdən biri də sonuncu, yəni 0-ın yerinə 1 və ya 0 yazmamağımızdır. Ona görə düşünək ki, burada 2 də var, 1 də var, 0 da var. Yəni bunların hər üçü axtarılmalıdır. Və biz ədədimizi ikilik say sisteminə keçirdikdən sonra yerdə qalan onun 16-lıq say sistemində ifadə etməkdir. İkilik say sistemindən 16-lıq say sisteminə keçmək üçün verilmiş ədədi sağdan etibarən 4-4 ayırırıq. Buna səbəb isə 2 üstü 4-ün 16 etməsidir. Yəni 16-lıq say sisteminin bir simvolu ikilik say sisteminin 4 simvolunu ifadə edir. Və çatışmadıqda isə digərləri qədər ədəd olması üçün ən sola da bir sıfır ata bilərik. Və daha sonra biz burada istifadə edirik 8, 4, 2, 1-dən. Ardıcıl olaraq hər ayırdığımız hissəyə 8, 4, 2, 1 qeyd edirik. Daha sonra yenə altında sıfır olanları nəzərə almasaq, birincidən yalnız 4 qalır. İkincidə yenə sıfırları nəzərə almasaq 8, 4 qalır ki, bu da bizdə 16-lıq say sistemində 12, yəni C deməkdir. Və nəhayət sonuncuda yalnız 8-in altında 1 olduğuna görə doğru variantımız 4C8, yəni B variantı olmuş olacaq. 22-ci sual əməliyyat sistemi ilə bağlı bir sualdır. Burada bizə hər hansısa bir qovluğun, yəni təhsil qovluğunun tam yolu verilib və burada bizdən istənilən budur ki, yer dəyişməyə qədər biz məntiq JPEG faylının yerləşdiyi yeri tapaq. Deməli, qeyd olunur. Tələbə deməli bu qovluğunda iş görürdü. Əgər belə bir məlumat verilmişsə, əgər bizim belə bir yazışımız varsa və burada da bizdə bu qovluğunda iş görülürsə ifadəsi verilibsə, o zaman biz hal-hazırda təhsil qovluğundayıq. Yəni ən sonuncu hansı qovluqdursa və burada iş görülür qeyd olunursa, deməli biz hal-hazırda təhsil qovluğundayıq. Çünki bəzən biz müəyyən səhvlərə yol veririk. Elə bilirik ki, burada Edu kompaniyadan və yaxud Edudan söhbət gedir. Xeyr, ən sonuncu hansıdırsa söhbət ondan gedir. Yəni biz hal-hazırda həmin qovluğun içərisindəyik. Və tələbə burada iş görüldü. Aha, bunu bildik. Daha sonra kataloq ağacında 2 səviyyə geriyə qayıdaraq. Buradan 2 səviyyə geriyə qayıtsaq 1 kompaniya, bir də isə Eduya daxil olmuş oluruq. Yəni hal-hazırda biz Edu qovluğundayıq. Ee, info alt qovluğuna daxil olur. Bax fikir verin, mən hal-hazırda Edu qovluğundaydım. Amma sonra da qeyd olundu ki, Edu qovluğunda olduğum zaman oradan info alt qovluğuna daxil oldum və həmin qovluqdan məntiq JPEG faylını sildim. Yəni bunun içində də deməli nə var imiş? Məntiq JPEG faylı var imiş. Yəni onda bizim sildiyimiz məntiq JPEG faylının ünvanı nə olacaq? Edu info məntiq JPEG. Yəni doğru variantımız burada olacaq C variantı. Bax belə. Bir daha qeyd edirəm, bu tip suallarda hər hansısa bir ardıcıllıq, hər hansısa bir qovluğun və ya faylın tam yolu verilibsə, orada qovluğundadır ifadəsi ən sonuncuya aiddir. Bax belə. 23-cü sualımız informasiyanın əsas anlayışları və yaxud kodlaşdırma ilə bağlı bir sualdır. Qeyd olunur ki, Unicode ilə kodlaşdırılmış 11 səhifəlik sənədin tək səhifələrində 5 simvoldan ibarət olan mətn, cüt səhifələrində isə 10 baytlıq şəkil yerləşir. Bu sualda biz iki dənə anlayışı bilməliydik. Bir, bizə verilmiş səhifələrin neçəsinin tək və ya cüt olduğunu müəyyən etməliyik. İki isə yerdə qalan
informasiyanın kodlaşdırılmasında Unicode və ya ASCII əlifbalarının yalnız mətnlərə aid edildiyini bilməliyik. Deməli, 11 səhifəlik bir sənədin tək səhifələri neçədən olacaq? 6 dənə. 11 səhifəli idisə, 11 özü tək olduğuna görə təklərin sayı bir vahid çox olur. Deməli, bizim burada 6 tək səhifəmiz, 5 cüt səhifəmiz olmuş olur. 6 səhifənin hər birində 5 simvoldan ibarət olan mətn. Yəni 6-nı vururuq 5-ə. Deməli 6 səhifədə cəmi 30 dənə simvol iştirak edir. Və bu 30 simvolu kodlaşdırmışıq Unicode. Çox yaxşı bilirik ki, Unicode-da bir simvol 2 bayt təşkil edir. O zaman 30-u 2 bayta vururuq. Doğru variant 60 bayt. Yəni informasiyamızın həcmi 60 bayt. Bu bizim oldu tək səhifələrdə. Cüt səhifələrdə isə 10 baytlıq informasiya, yəni şəkil var. Təbii ki, cüt səhifələrimizin də sayı 5-dir. 5-i də 10-a vursaq, bu rəqəm də bizdə 50 olmuş olacaq. Yəni ümumi informasiyanın həcmini istəyirsə 60 baytla 50 baytı toplasaq, doğru variantımız 110. Bəs burada bizim edə biləcəyimiz səhvlər hansıdır? Edə biləcəyimiz səhvlər tək səhifələrdə olan informasiya 50 bayt təşkil edir. Unicode-u burada tətbiq edib biz bunu götürə bilərik 100. Deməli, bu 100, digər də 60 doğru variantlarda, yəni cavab variantlarında 160 qeyd olunub. Amma bir daha deyirəm, informasiyanın kodlaşdırılmasında, yəni simvolların kodlaşdırılmasında ASCII və Unicode yalnız mətnlərə tətbiq oluna bilər. Şəkilə, videoya, səsə tətbiq oluna bilməz. 23-də doğru variant A. 24. Sistem proqramlarını seçin. Bilirik ki, kompüterin proqram təminatı sistem, tətbiqi, instrumental olmaqla 3 yerə bölünür. Sistem proqramları kompüterə, tətbiqi proqramlar insana, instrumental proqramlar isə yeni proqram yaradan proqramlara deyilir. Sistem proqramları, arxiv proqramlarını biz bura aid edə bilərik. Nəşriyyat sistemləri, nəşriyyatdan biz özümüz istifadə etdiyimizə görə bu proqramlar tətbiqidir. Lüğət proqramları insanların işinə yarayır deyə tətbiqidir. Sistemin bərpası proqramları təbii ki, adı üstündə. Bu proqramlar sistemli, zaten qeyd olunub. Diskin defragmentasiyası isə, yəni söhbət disk defragmenter proqramından gedir. Bu da sistem olmuş olacaq. Deməli, doğru variant 1, 4 və 5. 24-də doğru variantımız A. Davam edək. 25 çox maraqlı bir sual nümunəsidir. Düz nəzəri olsa da, amma bu işin içindən çıxmaq bir balaca bizə çətinlik yarada bilir bəzən. Deməli, qeyd olunur. Alqoritmlə bağlı bir sual nümunəsidir. Doğru variantı seçin. Burada baxan kimi görürük ki, ön şərtli və son şərtli ifadələri var. O zaman biz alqoritmin dövrü növü olan, daha doğrusu alqoritmin dövrü növünün növləri haqqında biraz danışaq. Bunlardan biri ön şərtli, digəri isə, daha doğrusu, ön şərtli, digəri isə son şərtli idi. Bir növü də modifikasiyalıdır. Bu misalda o bizə lazım deyil. Qeyd olunur. Son şərtli dövrdə, yəni söhbət burada ikincidən gedir. Deməli, 1, 2. Son şərtli dövrdə şərt dövr gövdəsindən əvvəl yoxlanılır. Yəni, zaten özü qeyd olunur. Əgər son şərtlidirsə, burada şərt dövr gövdəsindən əvvəl yoxlana bilməz. Gördüyünüz kimi, burada dövr gövdəsi hesablanır, yerinə yetirilir və daha sonra şərti yoxlayırıq. Bu yanlışdır artıq. B variantı. Dövrdə təkrarlanan əməliyyatlar ardıcıllığı dövrün gövdəsidir. Bəli, biz bax bu gördüyünüz hesab blokunun içində neçə dəfə hesablama aparırıqsa, ola bilər ki, biz burada məsəl üçün A plus B-ni bir dəfə, A plus B-ni 2 dəfə hesablamışıqsa, deməli bu dövrün gövdəsi 2-dir. Yəni təkrarlanan əməliyyatların sayı dövrün gövdəsi hesab olunur. Bəli, burada doğru variant B-dir. Dövrdə təkrarlanan əməliyyatların ardıcıllığına dövrün gövdəsi deyilir. Daha sonra C variantı. Ön şərtli dövrdə dövrün gövdəsi ən azı bir dəfə yerinə yetirilməlidir. Ön şərtli söhbət gedir birincidən. Bax bundan. Burada qeyd olunur ki, dövrün gövdəsi, indi qeyd etdik ki, dövrün gövdəsi hesablama blokudur. Ən azı bir dəfə yerinə yetirilməlidir. Yəni biz sanki buna məcburuq, amma elə deyil. Elə bir şərt verilə bilər ki, mən heç hesab blokuna düşmədən buradan artıq sona doğru hərəkət edeyim. Yəni biz bilirik ki, şərt blokunun bir hə, bir də yox qolu olur. Bunlardan hər zaman biri mütləq seçilməlidir. Yəni biz qaranti vermirik ki, hər zaman bizim şərtimiz bizi hesab blokuna aparacaq. Bəlkə biz buradan artıq sona da çıxa bilərik. Belə şərtdə vermiş ola bilərik.
Ona görə bu yanlışdır. Ön şərtli dövrdə şərt öncədən verildiyinə görə bu şərt bizi hesablamaya yox, bəzən çıxışa da apara bilər. Ona görə bu yanlışdır. Son şərtli dövrdə dövrün gövdəsi yerinə yetirilməyə də bilər. Bəli, bu da yanlışdır. Deməli, gəlin istəyirsə bunu burada Word-də göstərim. Baxın, birinci gəlir hesab bloku, yəni dövrün gövdəsi. İlk olaraq bu gəlir. Bax, bu dövrün gövdəsidir. Daha sonra gəlir şərt bloku. Və qeyd olunur. Bu son şərtidir. Ediblər ki, son şərtli dövrdə dövrün gövdəsi yerinə yetirilməyə də bilər. Bəli, bu mümkünsüzdür. Çünki mən şərt blokuna hələ gəlib çatmazdan əvvəl hesablamanı yerinə yetirməliyəm. Ona görə qeyd edirik ki, son şərtli dövrdə dövrün gövdəsi ən azı bir dəfə yerinə yetirilməlidir. Deməli, burada doğru variantımız hələ ki B-dir. Bu da yanlışdır. Deməli, bunu da çıxırıq. Və nəhayət sonuncu, sadə dövrü struktur bir və ya 2 yox, sadə dövrü struktur bir, mürəkkəb dövrü struktur isə 2 və daha artıq dövrdən ibarət. Deməli, doğru variantımız 25-də B olunmuş olacaq. 26-cı sual. e, Hansı qurğu ana plata üzərində yerləşmir? Ümumiyyətlə, belə bir qayda qeyd edək ki, kompüterin xarici yaddaş qurğuları ana plata üzərində yerləşmir. Burada adında disk olanlar, adında D olanlar, məsələn CD, DVD, HD, SSD və s. Bunların heç biri kompüterin ana platası üzərində yerləşmir. Ona görə doğru variant sərt disk. Deməli, xarici yaddaşlar nə ana platada yerləşmir, nə də sistem blokunda yerləşmir. Amma xarici yaddaşlardan yeganə, bax bu gördüyünüz sərt diskdir ki, sistem blokunda yerləşir. Yəni, sistem blokuna daxil olan yeganə xarici yaddaş qurğusu sərt diskdir. Amma o da belə ana plata üzərinə düşmür. 27-ci sual. Yine informasiyanın kodlaşdırılması ilə bağlı olan bir sualdır. Bizdə burada informasiya həcmi verilib, bizdən neçə səhifəsi olduğunu tapmağımız tələb olunur. Gəlin bu sualı izah eləyək, çünki bəzən burada müəyyən səhvlərə yol veririk. Deməli, düsturumuz aydındır yəqin ki, hər kəsə. Düstur sətr səhifə simvol düsturudur. Ümumiyyətlə yadınızda saxlayın ki, informasiyanın həcmi verilibsə, bu həcm heç vaxt nəyəsə vurula bilməz. İnformasiyanın həcmi verilibsə, artıq bu həcm nələrinsə hasilindən əldə olunub. Onda bizə qalan, yəni geri qalan bunu bölməkdir. Yəni məsələdə informasiyanın həcmi varsa, həcm hər zaman bölünür. Bu prinsiplə əməl etsək, bu prinsiplə davam etsək, biz həcmimizi bölməliyik. Yəni 80 kilobaytı bölürük yerdə qalanlara. Burada Unicode var. Təbii ki, Unicode'u biz yazırıq 2 üstü 1 və byte. 128 simvol yazırıq 2 üstü 7. 16 sətirdə yazırıq 2 üstü 4. Deməli, artıq yuxarını aşağıya bölməyimiz üçün hər ikisini eyni ölçü varinə gətirməliyik. Deməli, kilobaytdan bayta keçmək üçün biz sadəcə 2 üstü 10-a vururuq. Yerdə qalan 2 üstü 1, 2 üstü 7, 2 üstü 4. Bu da bizə 2 üstü 12 vermiş olur. 2 üstü 10-dan 2 üstü 12 ixtisar geçsə, burada 2 üstü 2 qalır. Yəni 4, 80-i də 4-ə bölsək, doğru variant C variantı, yəni 20. Davam edək növbəti suallarımıza. Yenə də alqoritmlə bağlı bir nəzəri sualdır. Alqoritmin diskretlik xassəsi nə deməkdir? Bəli, bu sual bizim bir neçə dəfə testlərimizdə olub və bu sual qarışdırılır. Nə ilə bu sual qarışdırılır? Alqoritmin nəticəvilik xassəsi ilə. Bəs gəlin görək biz burada nələri qarışdıra bilərik? Yəni bunlar bir-birinə həqiqətən oxşuyurmu, yoxsa sadəcə testdə biz bunları səhv salırıqmı? Bəli, əslində həqiqətən oxşuyur. Alqoritmin diskretlik xassəsi qeyd edir ki, alqoritm müəyyən addımlardan ibarətdir. Yəni bizə çatdırmağa çalışırlar ki, sizin gündəlik həyatda yerinə yetirdiyiniz işlərin müəyyən bir alqoritmi var. Və o alqoritmlər, o üsullar, o qaydalar mərhələlərdən ibarətdir. Heç bir işin həlli yolu bir dəfədə ortaya qoyulmur. Müəyyən mərhələlərə, müəyyən fasilələrə bölünür. Bax, bu alqoritmin diskretlik xassəsidir. Yəni alqoritm deyir ki, sənin hər bir addımın sonlu olmalıdır. Yəni bu addım başladı və sonra bitdi. Addım başladı və bitdi. Ümumilikdə bu
bütöv bir alqoritmdir. O bütövün hissələri var. Diskretlik xassəsi bizə bunu çatdırmağa çalışır. Yəni boşa diskret sözü kəsilmək sözü ilə sinonim deyil. Yəni alqoritmin özü bütövdür, amma onu yerinə yetirəndə biz nə edirik? Onu hissə-hissə, kəsə-kəsə həyata keçiririk. Amma alqoritmin nəticəvilik xassəsi deyir ki, sənin bu diskretlikdən, yəni kəsilmələrdən təşkil etdiyin alqoritm nə vaxtsa bitməlidir. Yəni alqoritm özü bütövlükdə nəticəyə gətirib çıxarmalıdır. Bəli, bir daha deyirəm, əgər söhbət alqoritmin addımlarının sonundan gedirsə, bu diskretlik xassəsidir. Yox, əgər söhbət alqoritmin özünün sonundan gedirsə, təbii ki, bu olacaq alqoritmin nəticəvilik xassəsi və ümumilikdə alqoritmin müəyyənlik, diskretlik, kütləvilik, nəticəvilik olmaqla 4 dənə xassəsi var. Deməli, A variantını analiz etsək, qeyd olunub ki, alqoritm bir məsələ üçün deyil, bir sinif məsələnin həlli üçün tərtib olunur. Yəni, söhbət burada kütləvilik xassəsindən gedir. Yəni, bu artıq kütləvilik xassəsi. Bir nəfər üçün yox, ümumiyyətlə kütlə üçün. Alqoritmin hər bir əməliyyatı dəqiq, aydın və müəyyən olmalı. Təbii ki, bu alqoritmin müəyyənlik xassəsidir. C variantı. Alqoritm sonlu sayda əməliyyatlardan ibarət olub, nəticə ilə sonlamalı. Bəli, bax fikir verirsəniz, burada alqoritm sonlu sayda əməliyyatlardan ibarət olub qeyd olunur. Yəni bütöv alqoritm. Onda doğru variant C. D variantı. Alqoritmin bir əməliyyatı başa çatdıqdan sonra, bax görürsünüz, bayaqdan danışdığımızı qeyd edir. Alqoritmin bir əməliyyatı başa çatdıqdan sonra növbəti əməliyyatları ardıcıllıqla yerinə yetirilir. Bəli, bu artıq alqoritmin diskretliyi xassəsidir. Burada doğru variant D olmuş olur. Daha sonra alqoritm əməliyyatları sonsuz sayda olmalıdır. Təbii ki, bu doğru, ümumiyyətlə informasiya doğru cümlə deyil. Sonsuz sayda olan belə deyək, etaplara biz alqoritm demirik. 28-də doğru variant D olmuş olur. Biz bunu yapıyoruz koyuyoruz. Daha sonra periferiya qurğuları ilə əməliyyat sistemi arasında qarşılıqlı əlaqəni təşkil edən proqramlar necə adlanır? Bəli, biz burada yenə də qarışdıra bilərik. Controller və driver. Əgər periferiya, yəni xarici qurğuların işini idarə edən vasitə və yaxud xarici qurğuların işini idarə edən mikrosxemdən söhbət gedirsə, təbii ki, burada doğru variant B variantı olardı. Amma biz xarici qurğuların işini idarə edən proqramdan danışırıqsa, o zaman doğru variantımız Y olacaq. Yəni, söhbət proqramdan gedirsə, bu driverdir. Söhbət qurğudan, mikrosxemdən gedirsə, təbii ki, burada söhbət kontroller olmuş olar. Yəni, 29-da doğru variant E. Yenə say sistemi ilə bağlı sual nümunəsidir. 16-lıq say sistemindən biz ədədi ikilik say sisteminə çevirməliyik. Ümumiyyətlə fikir versəz, istər ikilikdən 16-lığa, istər 16-dan ikiliyə keçən zaman biz 8, 4, 2, 1 qaydasına istifadə edirik. Bəzən bu 8, 4, 2, 1-i yadda saxlamaqda müəyyən çətinlik çəkirsiniz, amma məsləhətdir ki, bunu elə 16-nın bölənləri kimi yadda saxlayın. Yəni, istər 2-dən 16-ya keçəndə, istər 16-dan 2-yə keçəndə 16-nın bölənləri bizə kömək edə bilər. Birinci olaraq A hərfini götürsək, bu 10 deməkdir. 10 almaq üçün biz istifadə edirik 8 və 2-dən. Yəni, A-nın kodu olmuş olur 1, 0, 1, 0. Daha sonra B 11 deməkdir. İstifadə eləməliyik 8 üstə 2 üstə 1. Yəni, B-nin kodu 1, 0, 1, 1 deməkdir. Nəhayət C 12-dir. Bunu da almaq üçün biz 8 və 4-dən istifadə edirik. Yəni, C-nin də kodu 1, 1, 0, 0. İndi bu bizdə harada qeyd olunub? Baxaq görək. A variantı. Bəli. 30-da doğru variant A-dır. 31 yenə də alqoritmlə bağlı bir sual nümunəsidir. Burada istədim ki, alqoritmin bu tip suallarını, nəzəri suallarını biz tam qavrayaq. Ona görə bu nəzəri suallardan bir neçəsini buraya əlavə etmişəm. Deməli, qeyd olunur ki, x plus y cəmi 5-dən böyük olduğu halda x, y hasilini, kiçik olduğu halda isə x minus y fərqinin ifadəsinin hesablanması hansı növ alqoritmə misal göstərilə bilər? Ümumiyyətlə, bayaq da qeyd etdiyimiz kimi alqoritmin 3 növü var. Xətti, budaqlanan, dövrü. Bu tip sualları heç bir halda əzbərləməklə nəticəyə, yəni istədiyimiz məqsədə gəlib çata bilmərik. Sadəcə bunların çox az da olsa fəlsəfəsini başa düşmək lazımdır. Əgər siz hər hansısa bir işi görən zaman bir istiqamətli bu işi yerinə yetirib bitirirsinizsə,
Yəni bir işi gördün, bitdi və burada heç bir sağa, sola və geriyə qayıtma yoxdursa, bu tip alqoritmlər olur adətən xətti. Misal üçün, x-in hər hansısa bir qiymətində x plus məsəl üçün deyirəm 5 ifadəsinin hesablanması hansı növ alqoritmdir? Təbii ki, bu alqoritm xəttidir. Niyə? Çünki bir daha deyirəm, heç bir kənara çıxma, heç bir seçim qarşısında qalma yoxdur. X-a hər hansısa bir qiymət veririk və onu gətirib burada hesablayırıq. Daha sonra müəyyən interval verərsə, məsəl üçün 1 və 10 aralığında x plus 5 ifadəsinin hesablanması. Bu artıq dövrüdür. Niyə də niyə sualını verirsəz? Çünki biz bir dəfə 1-i, bir dəfə 2-ni, bir dəfə 3-ü x plus y üçün hesablamalıyıq. Yəni x plus 5 üçün daha doğrusu hesablamalısınız. Və yaxud x plus 5-i burada verilmiş ədədlər üçün 10 dəfə yerinə yetirməlisiniz. Bax, bu da dövrüdür. Amma bizim 31-ci sualda qeyd olunur ki, x plus y cəmi 5-dən böyükdürsə, bunu kiçikdirsə bunu. Artıq görürsünüz, burada nə bir işi dəfələrlə görmək qeyd olunub, nə də bir işi bir istiqamətli görmək qeyd olunub. Burada artıq iki istiqamət var. Əgər böyükdürsə bunu hesablamalısınız, kiçikdirsə bunu hesablamalısınız. Əgər biz, yenə də deyirəm, seçim qarşısında qalırıqsa, düşünmədən cavabımız olacaq budaqlanan. Amma burada bununla da biz nəticə əldə edə bilmirik. Budaqlanan alqoritmin iki növü var. Xətti alqoritmin bir, o birinci gəldiyi üçündür, yəni sıra nömrəsi 1. Bundan sonra gələ budaqlanan alqoritm 2, yəni bunun iki növü var, tam və natamam budaqlanan. Sonra üçüncü gəlir dövrü alqoritmin, bunun da 3 növü var. Yəni növlərini sıra nömrələrinə uyğun yadda saxlasanız, çox asan şəkildə yadınızda qalar. Budaqlanan alqoritm tam və natamam olmaqla iki yerə bölünür. Deməli, bizim variantımız ya D, ya E-dir. Əgər şərt blokunun hər iki qolunda hesablama varsa, bizim alqoritm olur tam budaqlanan. Bəli, bizdə də hər iki qolda hesablama var. O tərəfə də getsəm hesablayıram, bu tərəfə də gəlsəm hesablayıram. Yəni 31-ci sualda doğru variant D olmuş olacaq. Daha sonra 32. 32 simvollu əlifbanın bir simvolun yaddaşda tutduğu yer ilə 1024 ədədinin yaddaşda tutduğu yerin cəmini tapın. Bəlkə də bu sual sizlər üçün asan ola bilər, amma bəzi tələbələrimiz burada müəyyən səhvlərə yol verir. Bu səhv nədir? Biz bilməliyik ki, əgər bizdən 32 simvollu əlifbanın bir simvolun yaddaşda tutduğu yeri tapmağımızı istəyirsə, bu 2 üstü n düsturudur. Yəni 32 simvollu əlifbada hər simvol yaddaşda 5 bit yer tutmuş olur. Amma söhbət ədəddən gedirsə, biz onluq say sisteminin yaddaşda tutduğu yeri tapan zaman qeyd etmişik ki, bu ədədlər özündən sonra gələn 2-nin qüvvəti qədər yer tutur. Yəni 1024 ədədi 2 üstü 10 olduğuna görə onun yaddaşda tutduğu yer 11 bitdir. Yəni onluq say sistemində verilmiş 2 üstü n ədədi yaddaşda n plus 1 bit qədər yer tutur. Ona görə 10 ədəd, 1024 ədəddə yaddaşda 11 bit yer tutur. Deməli, 11 bitlə 5 biti toplasaq cavab 16 bit vermiş olur. Amma cavab variantlarında 16 bit yoxdur. Təəssüf ki, biz onu byte ilə ifadə edə bilərik. Yəni doğru variant C. Daha sonra MS-DOS əməliyyat sistemində T.xl yazışındakı ulduz işarəsi əvəzində simvolları maksimal sayına verir. Biz bilirik ki, normalda sual bir simvolu, ulduz isə ixtiyar, yəni istənilən sayda simvolu əvəz edə bilər. Amma MS-DOS-da biz qeyd etmişdik ki, faylın adında maksimum 8, genişlənməsində isə 3 simvol ola bilər. Artıq bizim adda 2 dənəsi qeyd olunduğuna görə biz məcburuq ki, yerdə qalan ulduzun yerinə neyniyək? 6 dənə simvol qeyd edək. Ona görə doğru variant 33-də C variantı olacaq. 34. Qeyd etdiyim kimi bu dəfəki sınavda nəzəri suallara daha çox üstünlük vermişik ki, zaten qəbulda da bu belə olur. Hər zaman sizin 5 və ya 6 təxmini hesablama, yerdə qalan 19 və 20 arası nəzəri suallarınız olur. Ona görə nəzəri suallara biraz daha çox üstünlük vermək olar. Kompüterdə məsələlərin həlli mərhələlərini ardıcıl olaraq düşün. Bunu elmi dildə də izah etmək olar, lore dildə də izah etmək olar. Amma mən bunu sizə birbaşa test üçün necə yaza bilərsiniz, onun qaydasını deyim. Təbii ki, burada balaca uşaq da bu testə baxsa, həmin an burada ilk olaraq məsələnin qoyuluşunun gəldiyini bilməlidir. Yəni ilk olaraq biz məsələni
problem olaraq ortaya qoyuruq, yəni 4. Hə, buradan bu tərəfini isə artıq mən sizə test üçün izah edəcəm. Məsələnin qoyuluşu gəlirsə, deməli birinci 4 ilə başlamalıdır və nə olmalıdır? Ən sonda nəticə ilə bitməlidir. Yəni ən sonda olmalı nəticə. Daha sonra məsələnin qoyuluşundan sonra həmən bunun ardınca yenə məsələnin sözü gəlməlidir. Məsələnin fikir verin 4 2. Sonra bax bu alqoritmin sözü buradakı alqoritmin sözü eyni sözləri seçirəm. Bir-birinin arxasıca gəlməlidir. Amma hansı birinci, hansı sonra? Təbii ki, biz birinci alqoritmi yaratmalıyıq. 3. Sonra onu proqram dilində təsvir etməliyik. 1. Testləşmə və sazlamada qalacaq bax bura. Onda doğru variant olacaq C. 4 2 3 1 5 6. Bəli. 34-də doğru variantımız C. Daha sonra uyğunluğu tapmamız burada tələb olunur. Sərt diskin sürəti, informasiyanın yazı sıxlığı, ekran diaqramının ölçüsü. Təbii ki, sərt diskin sürəti hər dəqiqədə neçə dövr etməsi ilə ölçülür. Yəni onda 1-ə doğru variantımız A. İnformasiyanın yazıcı sıxlığı isə hər kvadrat millimetrə, yəqin ki, burada müəyyən səhvlik olub, hər kvadrat millimetrə düşən bit sayıdır. Doğru variantımız D. Ekran diaqonalını isə biz düymlə ölçürük. Bu da 2,54 santimetr deməkdir. Və yaxud bizim əvəzimizə bəzən bunu sağ olsunlar 25,4 millimetrdə yaza bilirlər. Bu da olacaq E. Yəni A, D, E. 35-də doğru variant A variantı. Aşağıdakılardan hansı düzgün fayl adıdır? Biz bilirik ki, fayl adında istifadə olunmayan simvollar böyükdür, kiçikdir, qoşa nöqtə, qoşa dırnaq, ulduz, sual, daha sonra isə siləklər, yəni sağa, sola, düz silə istifadə etmək olmaz. Deməli, burada A variantında ulduz istifadə edilməyə görə olmaz. B-də silək, D-də böyükdür. C-də isə qadağan sözlərdən nul var. Deməli, doğru variantımız E variantı. 37. Yenə say sisteminə bağlı qəbullara bir neçə dəfə düşmüş sual nümunəsidir. Bizdə qeyd olunur ki, Q simvolunun 16-lıq kodu hansıdır? Deməli, bu cədvəllə bağlı belə bir düsturumuz var. Düstur nədir? İstənilən balaca hərfdən böyük hərf çıxanda bu fərq 32-yə bərabərdir. Bax, bəli, bir daha deyirəm. Kiçik hərflərdən böyük hərfləri çıxanda nə qədər qəribə görünsə də, bəli, balaca Q-dən böyük Q-nü çıxsaq, doğru variant, yəni bu fərq 32 olmuş olur. Bizim də cədvəldə böyük Q verilib. Düsturda yerinə qoysaq, balaca Q çıxılsın, böyük Q bərabərdir 32. Deməli, bizim Q-müz, yəni balaca Q-müz 100, deməli, 13 olmuş olur. Düzdür, test tapşırığının cavablarında hər zaman 113 olacaq. Amma diqqətlə baxsaq görək ki, burada bizim 16-lıq kodumuz istənilir. Yəni, həmin onluq say sistemindəki 113 ədədini biz 16-ya bölərək onu çevirməliyik. Deməli, 7 dəfə düşür, qalıqda isə 1 qalır. Soldan sağa qeyd etsək, doğru variant B variantı olmuş oldu. 38. Bəli, bu tip suallar çox məşhurdur. Qəbula dəfələrlə düşüb. Sonuncu qəbulda da bu tip sualdan daha doğrusu istifadə edildi. Yenə də bu sualı mən sizə geniş şəkildə izah edeyim ki, heç bir problemimiz qalmasın. Yenə 129 səhifəlik bir sənədin ilk səhifəsi. Təbii ki, istənilən sayda sənədin ilk səhifəsi bir səhifədir. Belə bir şey eləyə bilərik əslində. Yaxşı, belə yazaq. Bəli, ilk səhifəsində, yəni o bir səhifəsində 1024-ün 512-dən ibarət, yəni pikseldən ibarət hər hansısa bir təsvir var. Təbii ki, biz bunları 2-nin qüvvəti ilə yazmalıyıq. Nəzərə alsaq ki, artıq qəbula az qalıb. Biz 2-nin qüvvətlərini bilməliyik. 2 üstü 10 vurulsun 2 üstü 9. Rəng çaları dediyinə görə biz verilmiş ədədin qüvvətinə vururuq. Rəng çaları, rəngli, rənglərin sayı, palitralı bu kimi ifadələr görəndə biz həmin ədədin qüvvətinə vurmalıyıq. Yəni 256-nı 2 üstü 8 yazırıq.
və bunu 8 bitə vururuq. Təbii ki, bunu da 2 üstü 3 yazsaq daha əlverişli olar. Bax, bu bizim ilk səhifəmizdə olan informasiyadır. Üzərinə gələk. Yerdə qalan səhifələrimiz isə 128-dir. 128 də qeyd edirik 2 üstü 7 kimi. Daha sonra e, səhifəni yazdıq, sonra sətri qeyd edirik. 2 üstü 5, 2 üstü 6 simvol və nəhayət unique kod. Bax, diqqətlə baxmaq lazım. Burada hansı əlifbadan istifadə olunur. Unikodu da hər zaman məsləhətdir ki, 2 yox, 2 üstü 1 kimi qeyd edəsiniz. Deməli, burada bu anda edə biləcəyimiz səhvlərin biri, bəlkə də birincisi, hər iki tərəfi eyni ölçü vahidi düşünməkdir. Yadda saxlayın ki, informasiyanın kodlaşdırılmasında bütün piksel məsələlərinin cavabı hər zaman bitlə olur. O ki qaldı, simvolların kodlaşdırılması artıq orada əlifbəyə görə dəyişə bilər. Unicode isə təbii ki, byte olaraq qalır. O zaman birinci tərəfi kilobayta çevirmək üçün 2 üstü 13-ə, ikinci tərəfi kilobayta çevirmək üçün 2 üstü 10-a bölürük. Burada artıq 2 üstü 19, 2 üstü 22, 2 üstü 13-ə bölsək 2 üstü 9 qalır, yəni 512 kilobayt. Üzərinə gəlinsin, yenə 212, 218, 219, onu da 210-a bölsək yenə 512 kilobayt. Nəhayət, bunların hər ikisinin cəmi bizə 1024 kilobayt olacaq. Yəni doğru variant 38-də B variantı. 39. Aşağıdakilərdən hansı Neymanın prinsiplərinə aiddir? Deməli, Neyman 4 dənə prinsip söyləmişdir. Bunlardan biri və yaxud ən birincisi kompüter proqramı idarə olunan maşındır, yəni avtomatdır. Yəni bu da cavab C-dir. Daha sonra e, verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində həyata keçirilir. Kompüter ardıcıl ünvanlara yaddaşa malikdir və verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsindədir. Bax belə. Doğru variantımız C variantı olmuş olur. 40-cı sual. E, Bu da Windows 11 əməliyyat sistemi ilə bağlı olan bir sual nümunəsidir. Burada bəzi səbəblərə görə Windows 11 ifadəsi düşməyib yəqin ki. Bizə bizdən soruşulur ki, kontrol panel pəncərəsində piktoqramların hansı görünüş rejimləri var. İstəsəz bunu əyani şəkildə sizə göstərə bilərəm. Bax, bu gördüyünüz kontrol panel pəncərəsidir və bu pəncərədə elementlərin 3 görünüş rejimi var. Bu kateqori large icons, small icons olmaqla qruplaşdırılır və 3 dənədir. Gəlin görək bizim doğru variantımız hansı olmuş olur. Deməli, burada birinci kateqorini seçirik, sonra large, sonra small. Yəni 1, 4, 6. Yəni 40-da doğru variantımız EL olmuş olacaq. Daha sonra utilit proqramlarına aid deyil. Bilirik ki, utilitlər disklərə və fayllara xidmət göstərən proqramlardır. Diskin virtual təmizlənməsindən söhbət gedirsə, təbii ki, bunu biz götürə bilərik. Bu aiddir. Çünki bir daha deyirəm, utilit disk və fayllara xidmət göstərir. Elektron cədvəlin yaradılması. Təbii ki, xeyr, biz utilitlərlə nələrsə yaratmırıq. Əksinə olaraq yaradılmış edərək xidmət edirik. Disklərə xidmət proqramı, bəli, götürə bilərik. Arxivlərin yaradılması proqramları, bunu da götürə bilərik. Şəbəkə əməliyyat sistemləri proqramı, təbii ki, yox. Bu artıq utilit proqramları deyil. Hə, bizdə burada deyil istəyir, onda doğru variant 2, 5 olmuş olur. 42. Əjdahalar sözü kompüterin yaddaşında 45 bit yer tutur. Bu sözün yazıldığı əlifbada dovşanlar sözü neçə bit yer tutar? Təbii ki, əjdahalar sözünün 9 simvolu var. Əgər bu simvol yaddaşda 45 bit yer tutursa, yəni demək ki, biz 9-u 5-ə vurmuşuq ki, bu ifadə gəlib 45 bit yer tutub. Yəni ki, əjdahalar sözü hər simvolu yaddaşda 5 bit yer tutan əlifba ilə kodlaşdırılıb. Təbii ki, hər simvolu 5 bit yer tutan əlifba da 32 simvollu əlifbadır. Əslində bu 32-ni tapmasaq da olardı. Bax, qeyd edir ki, əjdahalar yaddaşda 45 bit yer tutubsa, bu sözün yazıldığı əlifbada dovşanlar sözü neçə bit yer tutar? Əslində bu tip suallarda əgər nəticə əldə edə bilməsənsə, çalışın ki, simvolların sayını tapın. Yaxud tənasüblə də yazmaq olar bunu. Fikir versəz, əjdahalar və dovşanlar
sözlərinin, simvollarının sayı hər ikisi 9-dur. Və bunların eyni bir əlifbada, bax görürsünüzmü, bu sözün yazıldığı əlifbada kodlaşdırılmasını istəyirsə, bunlar eyni qədər yer tutacaq. Yəni əjdahalar 45 bit yer tutubsa, təbii ki, dovşanlar da 45 bit yer tutmuş olar. Bunda 42-də doğru variant elə 45 olaraq qalır. Daha sonra tətbiqi proqram təminatı neçə hissəyə bölünür? İstəyirsiniz bunu da sizə əyani şəkildə göstərək. Deməli, kompüterin proqram təminatı ümumiyyətlə qeyd etdiyimiz kimi bayaq 3 yerə bölünür. Sistem proqramı, tətbiqi, instrumental. Sistem proqramlarını baza və servis, tətbiqi proqramları isə ümumi təyinatlı, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri olmaqla 4 yerə bölünür. Deməli, doğru variantımız 4 olmuş olur. Yəni, tətbiqi proqramlar 4 yerə bölünür. Daha sonra 8'lik say sistemində verilmiş ən kiçik və rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəd yaddaşda neçə bit yer tutur? Bu tip sualların yazmaqda iki cür məqsəd ola bilər. 1. Yer tutmaq, 1. Həmin ədədi tapmaq. Əgər bizdən həmin ədədi tapmaq istənilmirsə, istər ən kiçik 3 rəqəmli olsun, istər rəqəmləri müxtəlif olsun, bunun bizim üçün bir önəmi olmamalıdır. Bizə sadəcə yer tutur sualını verəndə orada söhbət neçə rəqəmdən gedir. Onu bilməyimiz kifayətdir. 8'lik say sistemində hər simvol yaddaşda 3 bit yer tutur. Bizim də 3 simvolumuz varsa, bunların da hərəsi 3 bitdən 9 bit olmuş olacaq. Yəni doğru variant 9. Və nəhayət sonuncu sual uyğunlaşdırma sualıdır. 5 bitlə kodlaşdıra bilən simvolların sayı. Ümumiyyətlə yadınızda saxlayın ki, n bitlə kodlaşdırılan istənilən hadisə 2 üstü n. Bir daha səsləndirirəm. Əgər məsələdə ədəd yoxdursa, yalnız bu problem ədəd olanda yaşanır. Yerdə qalan n bitlə kodlaşdırılan nə varsa, bu simvol ola bilər, rəng ola bilər, işıq ola bilər, hadisə ola bilər, ölçü ola bilər, fərqi yoxdur. Ona görə ümumi deyirik. N bitlə kodlaşdırılan hadisələrin sayı 2 üstü n-dir. Yəni 5 bitlə kodlaşdırılan simvolların sayı da elə 2 üstü 5 olmuş olacaq. Amma 5 bitlə kodlaşdırılan ən böyük və ən kiçik ədədlərin düsturunu bilməliyik. Ümumiyyətlə, n bitlə kodlaşdırılan ən böyük ədəd 2 üstü n çıx 1. Biz bəzən bunu üstündən və ya yanından çıxmaqla qarışdırırıq. Yadınızda saxlayın ki, ədəd böyük olması üçün onun özündən bir çıxmalısınız ki, yəni bir ədəddən biz çıxa biləcəyimiz ən kiçik ədədi çıxırıq. Yəni 1 çıxırıq. Bu çox da kiçilməyəcək, yəni böyük qalır. Amma ədədi ən kiçik etmək üçün artıq o biri siz onun qüvvətindən çıxırsınız ki, o daha da kiçilsin. Ona görə 5 bitlə kodlaşdıran ən böyük ədəd 2 üstü n yanından çıx 1, yəni bu 31-dir. Ən kiçik ədədi isə üstündən çıx 1, yəni 2 üstü 5-dən 1 çıxır, 2 üstü 4 qalır. Burada artıq üzülü sayı 5 baytladır. Bəli, 5 baytladır. Bunu da bitə çevirməlisiniz. 5 bayt 40 bitdir. Yəni 2 üstü 40 çıx 1. 2 üstü 39 olmuş olacaq. Deməli, 1-ə doğru variantımız E, 2-yə doğru variantımız, daha doğrusu 1-ə doğru variantımız B oldu. Üzüllü sayın 32-dir. 1-ə B, 2-yə olur E, 3-ə də olmuş olur C. B, E, C. 45-ci sual, bax bu ardıcılıqdadır. B, E, C. Bu qədər. İnşallah növbəti sınavda görüşərik. Hər birinizə uğurlar. Sağ olun, sağlıqla qalın.